Ömer radiyallahu anh buyurur ki, İctenibu a'da'allahi fi a'yadihim. Allah düşmənlərinin bayramlarından uzaq durun. Çünki onların bayramını qeyd etmək, özünü onlara bənzətməkdir. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, Mən təşəbbəhə bi qovmin fəhvə minhum. Kim özünü bir topluma bənzədərsə, o da onlardandır. Özünü onlara bənzətmə. Çünki dediyimiz kimi orada batil inanclar ortaya çıxır. O inanclardan biri də Allahdan başqasına dua etməkdir. Uşaqlara, övladlarımıza şirk əqidəsini yeritmək istəyirlər. Şaxta babanı çağır, o sənə hədiyyə gətirəcək. Harada olursa olsun, yetişib sənə hədiyyəsini verəcək. Uşaq başlayır Şaxta babaya çağırmağa. Yanında olmayan bir etiqad edir ki, o Şaxta baba onu eşidir. Allahın rububiyyət sifətini bir klona verirlər. Bir fasiqə verirlər. Və övladı bu şəkildə tərbiyə edirlər. Və Allah azə və cəllə buyurur ki, Ennəl məsəcidə lillahi fələ tədəvə Allah əhədə. Həqiqətən məscidlər Allahındır. Allahla bərabər başqasına dua etməyin, başqasını çağırmayın. Və yaxud yolka ağacını, hansı ki bu ağac boş yerə seçilmiş bir ağac deyil, inancdan gərəkən bir ağaçdır. O yolka ağacını evində yandıranlar Quranı da təkzib etmiş sayılırlar. Çünki onlar etiqad edirlər ki, İsa aleyhissalam yolka ağacının dibində doğulub. Bu da Quranı təkzibdir. Bizim inancımıza görə harada doğulub? Xurma ağacının dibində doğulub. Quranı yalanlamış olurlar.